Soğan bədənimizi təmizləyir, bədənimizdən zərərli suları xaric edir. Bunu mən demirəm, böyük təbibimiz İbn Sina deyir. Qrip, qaymarit, frontit kimi xəstəliklərdə soğanın şirəsi sıxılaraq buruna tökülür. Bir ədəd əzilmiş soğan yarım çay qaşığı çay sodası ilə qarışdırılıb saç tökülən nahiyələrə çəkildikdə yeni tüklərin çıxmasına səbəb olur. Üzdə olan səpkiləri aradan qaldırmaq üçün dəri gündə 2 dəfə soğan suyu ilə silinməlidir. Soğan kiçik ölçülü börək daşlarını tökür və yenidən əmələ gəlməsinin qarşısını alır. Bədənin qan dövranını sürətləndirir, bununla da ürəyin işini rahatlaşdırır, ürəyin işemik xəstəliklərinin yaranma riskini azaldır. Soğan yeyənlərin arterial təzyiqi stabil olur. Tərəvəzin antimikrob xassəsi onu revmatizmin müalicəsində faydalı edir. Həmçinin qurd qovucudur və qurda yoluxmanın da qarşısını alır. Soğanın faydaları saymaqla bitməz, tükənməz. Sağlamlığınız üçün soğan qəbul etməyi unutmayın. Hələlik.